Bəs ən çox baxın indi böyük bir təcrübəniz var. Gənc olmağınıza baxmayaraq maşallah. Ən çox problem nədir kimsə valideynlər bundan daha çox müraciət edirlər sizə? Müraciət olunan problem tam fərqlidir. Əslində cəmiyyətdə olan problem tam fərqlidir. Bu həmişə belə olub psixologiyada. Biz araşdırırıq. Yəni müəllimlərimizdən, hocalarımızdan hamısı eyni sözü danışırlar. İnsanlar arasında yaşanan psixoloji problem fərqli olur, müraciət olunan tam fərqli olur. Uşaqlarda da bu formadadır, indi Azərbaycanda eyni formadadır. Uşaqlar daha çox emosional zəka problemi yaşayırlar. Çünki tək tərəfli ünsiyyətdir. Daha çox telefon və televizordan istifadə edirlər və ünsiyyət şəkilləri yoxdur. Emosiyadan emosiyaya girmirlər. Orada sadəcə ya qorxur, ya həyəcanlanır və salam onda niyə yaşadığını bilmir. Aqressivləşir, iqra oynayanda qutardı, getdi. Amma evdə ki qonşular gəlirdi, işıqlar sönürdü, hamı eyni süfrədə otururdu, qonaqlıqlar olurdu. Uşaq emosiyadan emosiyaya girirdi. Emosional zəka inkişaf eləyirdi. Amma emosional zəka indi inkişaf eləmir. Onda kompüterdən, oyundan aldıqları emosional zəkanın şəxsi inkişafa heç bir faydası yoxdur. Heç bir faydası yoxdur. Onda deyirsiniz oyunlar ziyanlıdır? Təbii ki. Hamısı ziyanlıdır. Hamısı ziyanlıdır. Bir xeyrini olduğunu görmədim mən, yəni. Hamısı ziyanlıdır. Və əlavə olaraq da emosional zəka inkişaf eləmir. Bu dəqiqə 99% uşaqda bu problem var. Amma müraciət olunur nə? Mənim uşağım özünü yaxşı aparmır. Mənim uşağım daha çox intellektual olaraq zəifdir. Qavraması, anlaması, digər uşaqlarla nitqi zəifdir. Və Azərbaycanda da daha çox psixoloqlar arasında reklam intellektual zəka üzərindən getdiyi üçün, yəni uşağa nə öyrədirlər, anlama, qavrama, diqqət problemləri, autizm spektr pozuntusu, hiperaktivitə üzərindən gedən problemlərdə reklam olundu və digər psixoloji sferalar hamısı geri qaldı. Tamam, sən bu hiperaktivlik, diqqət əksikliyi uşağını anlama, qavramasını, intellektual zəkasını artırırsan da yaxşı uşaqlar digər uşaqlar kimi düşünə bilir və danışa bilir. Gətirdin, çatdırdın. Bəs bu uşaq cəmiyyətdə necə bir insan olur? Psixoloji olaraq tam dala qaldı. Tam geri qaldı. Emosional zəkasını kim işlədi? Bunun üzərinə kim danışdı, kim fərqinə vardırdı? Yəni əsas problem geri qaldı, psixoloji problem. Daha çox qaldı valideynlərin özlərini narahat edən problemlər ki, uşağım bəli, uşağım digər uşaq kimi danışmır. Uşağım digər uşaq kimi düşünmür. Diqqəti o qədər deyil. Diqqəti yayınıqdır. Digər uşaqlar sakit oturub dərsə qulaq asır, mənim uşağım ora-bura qaçır. Əslində bu belə olmalıdır. Yəni sənin uşağın bütün uşaqlar kimi olmalı deyil axı. Yox, deyil. Burada diaqnozlar da var. Yəni həqiqətən diaqnozlu uşaqlarımız da var, atipik uşaqlar, yəni normadan kənar olan uşaqlarımız. Bir də normal uşaqların tipləri fərqli olanlar da var. Yəni biz buna artıq sindrom şəklində demirik. Biz buna deyirik ki, bu uşaq aktiv uşaqdır. Bu uşaq yəni introvertdir, özünə yönəlmiş olan uşaqdır. Biri var ekstrovert, digər insanlara daha çox ünsiyyət quran, biri var introvert, özünə yönəlmiş, daha çox içə qapanıq olan uşaq və xarakteristik tiplər. Düzdür, bunun altında da gizlənmək olmaz. Çox valideyn deyir, xarakteridir də, belə də olmalıdır. Bu xarakter səni hara aparıb gətirir? Yəni bunun sərhəddə harda bitir? Bu çox önəmlidir. Onda biz bilməliyik ki, onun xarakteri onu hara aparacaq. Bəs nə? Yəni mənim uşağımın xarakteri budur. Ən qorxulu xarakter hansıdır onda? İntrovertlər. Yəni çölə. Yox, daha çox içə qapananlar. Mənim ən çox qorxduğumdur. Bəlkə ola bilər ki, başqa psixoloq başqa cavab verir. Mənə görə içə qapanıqlar ən qorxuludur. Yeni yetməlikdə də ən qorxuludur. Balaca uşaqda da ən qorxuludur. İçindən nə çıxar bilmərsən. Yəni böyüklükdə də ən qorxuludur. Amma ekstravertlər sən onun emosiyanın yatızdıranda çölə dönük danışır, bildirir, söhbət eləyir. Sən onun emosiyanı yatırdıqda əslində saf hiss nədir? Saf düşüncə nədir? Onu çıxarda bilirsən rahatlıqda. Amma içə qapanıqda sən bunu bilə bilmirsən. Və uşaqlarda da bu, əslində balaca uşaqlarda da bu eyni qayda ilədir. Məsələn, valideyn deyir ki, 1 yaşına qədər uşağım hər bir şeyi bilirdi, danışırdı. 1 yaşına qədər uşaq necə deyir? Mama, dədə, baxar, ünsiyyət qurar belə. 1 yaş 1 aydan, 1 yaş 2 aydan sonra uşağımın inkişafı dayandı. Bu zaman mütləq sən psixoloq aparmalısan. Çünki uşaq get-gedə özünə yönəlir. Oynayır oynamağına, amma özü orada oynayır qıraqda. Baxır televizora, amma özü baxır. Yəni açır telefonumu götürür, baxır. Bu sakit uşaqların çoxsunda belə olur. Bəli, sənlə ünsiyyəti yoxdur bu uşağın. Yəni əslində hərəkətli uşaqlarda da bu baş verə bilir. Lakin baxmaq lazım neçə müddətdən sonra uşaq artıq özünə qapanma başlayır.
Bu çox önəmlidir. Özünə qapanma çox ən işlədiyimiz, vacib işlədiyimiz məsələlərdən biridir və ən qorxduğum məsələdir mənə görə. Yəni 1 ay, 2 ayın işləniləcək bir durumu deyil. Mən fikirləşirəm ki, introvert uşaqla, əgər belə bir övladınız varsa, yəni uzun müddət siz psixoloq dəstəyi ilə daima psixoloqdan, yəni bəli, kömək almalısınız.